Salam, xoş gördük. Bugün sizə çox sağlam və eyni zamanda inanılmaz dadlı dietik brokoli pizzası hazırladım. Əvvəlcə bir qabın içərisinə blenderdən keçirdiyim brokolini əlavə edirəm. Üzərinə bir çay qaşığı kətan toxumu, bir ədəd yumurta, biraz da duz, istiot əlavə edib yaxşıca qarışdırıram. Daha sonra bir çay qaşığı duru yağ əlavə edib tam qarışdırıram. Hazırladığım qarışığı tavaya yayıram və beləcə brokolidən özəl pizzamızın əsasını formalaşdırıram. Üzərinə əvvəlcə sous əlavə edirəm. Sousun üzərinə isə xırdalanmış Holland pendirini səpərək möhtəşəm bir dad qatırıq. Sonra pizzanın üzərinə dilimlənmiş pomidorları düzürəm və tavanın qapağını bağlayıb bişirirəm. Bir neçə dəqiqə sonra gözəl, yüngül və çox dadlı brokoli pizzamız hazırdır. Pizzanı dilimləyib servis edirəm. Həm dietikdir, həm də inanılmaz ləzzətlidir. Bu yeməkdə un yoxdur, ağır yağ yoxdur. Ona görə də həm pəhriz saxlayanlar, həm də sağlam qidalanmaq istəyənlər üçün əla seçimdir. Kətan toxumu isə liflə zəngindir. Həzmi yaxşılaşdırır və toxluq hissini artırır. Bir yumurta da yeməyə zülal əlavə edir, bədəni gücləndirir və uzun müddət tox saxlayır. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın.